Salam əziz abituriyentlər və şagirdlər. Bugün yenə feil mövzusu ilə sizin qarşınızdayam. Bugün isə sizə feilin qrammatik məna növlərini izah eləyəcəm. Elə isə başlayaq. Qeydlər götürməyi də unutmayın. Aha. Feilin qrammatik məna növləri ümumiyyətlə hərəkət, subyekt və obyekt arasındakı münasibətə görə meydana çıxır. Subyekt əvvəla, subyekt məsələsi nə deməkdir? Bunu sizə izah edeyim. Subyekt anlayışı nədir? İş görən deməkdir. İşi görən. Bəs obyekt nədir? Obyekt isə üzərində iş görülən. İş görülən. Baxın, elə bir deyirəm ki, məsələn, mən telefonla danışıram. Burada iş görən oluram mən, telefon isə olur mənim nəyim? Obyektim. İş görən subyekt mən oluram, obyekt isə mənim telefonum olur. Yəni, məsələn, deyirəm ki, telefonla danışıram. Belə. Nəysə də cümlə belə. Yəni, subyekt-obyekt məsələsi budur. Və hərəkət və bunlar arasındakı məsələyə görə də bu feilin qrammatik məna növləri meydana çıxır. Və eləsi var ki, subyekt məlum olur, eləsi var məlum olmur. Ya da məsələn, işi subyekt öz üzərində görür, yəni subyekt həm də işin obyekti olur. Yəni belə-belə məsələlərə görə yaranır bu qrammatik məna növləri. Yəni bir dənə yox, bir neçə məna növü var. Deməli, birincisi məlum növdür. Məlum növü necə fərqləndirəcəyik biz digərlərindən? Burada hərəkətin subyekti, yəni iş görən məlumdur. Yəni məlumdur nə deməkdir? Qrammatikada subyektin ortada olmağı, qrammatik cəhətdən məlum olmağı belə götürülür ki, subyekt, yəni işi görən cümlənin mübtədası olur. Bax, adi bir cümlə deyəcəm. Məsələn, Elvin məsələn yaxşı oxuyur. Yaxşı oxuyur məsələn. İndi burada obyekt qoymadım. Elvin yaxşı oxuyur. Burada oxuyur hərəkətimdir. Elvin də işi görəndir. Düz deyil. İşi görən Elvindir və hərəkətin mübtədasıdır da. Yəni bu işin daha doğrusu cümlənin mübtədasıdır və iş görən subyekt mübtəda rolundadır. Ona görə deyəcəm bu feil qrammatik məna növü olaraq təbii ki, məlum növdədir. Və kök və şəkilçiyə dairəm, oxuyur, görürəm ki, sadədir. Çünki feilin qrammatik məna növlərinin hər birinin özünə məxsus şəkilçisi var və leksik şəkilçidir bunlar təbii olaraq. Belə şəkilçilər olmayanda, yəni o növ şəkilçiləri yerində olmayanda biz onları avtomatik atırıq məlum növə. Sonra, çünki məlum növün xüsusi bir şəkilçisi yoxdur. Yəni quruluşca sadə də ola bilər, düzəltmə də ola bilər, mürəkkəb də ola bilər. Amma məsələn, digər qrammatik məna növləri ən çox düzəltmə olur. Yəni sadə heç cür ola bilməzlər. Sadə gördünsə, avtomatik düşünmədən onu məlum götürəsən, əgər sadə feil görsəz. Yəni heç düşünməyəsiniz ki, bu hansı qrammatik məna növüdür, avtomatik məlum. Çünki o birisinin hər birinin şəkilçisi var. Məsələn, mürəkkəb necə düşünərəm? Yazaram ki, məsələn, nənəm məsələn namaz qılır. Biz sizlə keçmişik də olmaq, etmək, eləmək, qılmaq. Bu adlara qoşulur, mürəkkəb feil yaradır. Namaz qılmaq bir yerdə nədir? Mürəkkəb feil. Düz deyil, cümlənin bir yerdə olur xəbəri, feili xəbəri olur özdə. Yəni mürəkkəb feildir də. Bunu bir götürəcəm. Nənəm də kimdir? Mübtədadır. İndi baxın, feilim quruluşca mürəkkəbdir və avtomatik olaraq mən bunu nə götürəcəm? Götürəcəm təbii ki, məlum növdə olan feil. Çünki həm də baxın, burada bir dənə zaman şəkilçim var, qrammatik şəkilçi. Başqa da leksik şəkilçi ümumiyyətlə yoxdur burada. Yoxdur deyəm, mən avtomatik bunu məlum növdə götürəcəm. Bəzi məlum növ feillər var ki, bunlar sadələri var ki, yəni bunlar düzəltmələrlə qarışdırılır, amma sadədirlər quruluşca və məlum növdədirlər. Gəlin baxaq hansılardır. Məsələn, bir dəqiqə, sevin. Yəni sevinmək feili. Belə yazım. Sonra, soruşmaq. Baxın, sevməkdən sevinmək deyil heç vaxt. Sevin sözünün köküdür, maq-maq məstər. Sormaqdan soruşmaq deyil. Soruş sözünün köküdür, maq-maq məstər. Və yaxud yüksəlmək. Yüksəlmək.
yükdən yaranmayacaq da. Yəni yük sözü ilə yüksəl arasında əlaqə yoxdur axı. Ona görə sözün kökü yüksəldir. Magmək, məstər olur qrammatik. Sonra qabaqlaşmaq. Ən çox düşən feillərdən biridir bu. Uşaqlar bunu səhv salır çox vaxt. Qabaq sözün köküdür uşaqlar. Yəni qabaq tərəf anlamında. O yediyimiz bal qabaq var ya, o anlamda deyil bu. Qabaqdan qabaqlamaqmı yoxsa qabaqlaşmaqmı? Əlbəttə ki, burada laş parçalanmayacaq. Niyə parçalanmayacaq? Çünki qabaqlamaq birinin önünə keçmək anlamındadır. Yəni məsələn, biri bir hərəkət eləmək istəyir, sən ondan tez davranırsan, sən ondan tez edirsən həmin hərəkəti və sən onu qabaqlamış olursan. Nəsə bir söz demək istəyir deyək ki, sən ondan daha tez deyirsən, qabaqlamış olursan. Qabaqlaşmaq amma qarşılaşmaq deməkdir. Yəni getdin yolda qabaqlaşdın, üz-üzə gəldin, qarşılaşdın. Yəni bununla bir şeyi daha tez demək, bunlar arasında əlaqə var? Yox. Qabaqlaşmağın bir mənası da, daha doğrusu qabaqlamağın bir mənası da, deməli bir şeyin önünü almaqdır, qabağını almaq deməkdir. Elə bir şey olacaq, sən ona mane olursan. Bu anlamları verir və iki mənada da qabaqlaşmaq sözü ilə əlaqəli deyil. Ona görə laşı mən bütöv götürürəm. Ona görə də olur bu məlum növdə. Çünki məlum növü xüsusi şəkilçisi yoxdur. Laş da digər qrammatik məna növlərdə bir şəkilçi deyil. Avtomatik mən bunu götürəcəm nə? Məlum növ. Sonra var məsələn oxşatmaq sözü. Baxın. Oxşamaqdan oxşatmaq. Bəli, t şəkilçisi bizdə icbar növdə var. Onu indi izah eləyəndə deyəcəm. Amma icbar növdə mənasında kiməsə nəyisə elətdirmək anlayışı var. Bir məcburiyyət var. Axı burada oxşatmaqda nə məcburiyyət var? Mən kimisə oxşadıram. Kiməsə oxşadıramsa, burada nə bir prosesdir ki, mən bunu kiməsə elətdirirəm. Mən bu prosesi özüm eləyirəm də. Burada niyə icbar olsun ki? Təbii olaraq bu da məlum növdədir. Digər növləri izah edeyim. Məlum növün önəmli məqamlarını digərlərlə müqayisədə daha aydın şəkildə bir daha izah edəcəm. Məlum növdə bir dənə önəmli məqamlardan biri odur ki, digərlərində feildən feil yaranarkən məlum növ adlardan feil düzəldən şəkilçilərlə də yaranmış ola bilir yəni. Yəni onlar da məlumda sayılır. Gəlin baxaq məsələn, qanadlanmaq. Baxın. Qanad sözün köküdür. Qanadlamaq sözü yoxdur. Lan bütöv gedəcək. Maq qrammatik. Mən bunu nə götürəcəm? Məlum növ. Çünki digər növlərin şəkilçisi yoxdur burada. Digər növlərin mənası da yoxdur burada. İndi baxaq digərlərinə. Keçək məchul, qayıdış, şəxsiz növ. Baxın, bu üç növün, üç qrammatik növün, üçünün də şəkilçisi eynidir. In-ın-ın, ıl-il-ul-ül. Bəzən bu saytları düşür, n-l kimi də verilir. İcbarın şəkilçisi dır-dır, dur-durla t-dır, qarşılıq birgəlikdə ış-iş, uş-uşdur. Başlayaq məchul, qayıdış, şəxsiz. Baxın, bunlardan məsələ nədir? Məchul növdə məsələ odur ki, iş görən qrammatik cəhətdən məlum olmur. Yəni, o işi görəni biz bilmirik. Yəni, qrammatik cəhətdən məlum olmaq o deməkdir ki, o işin mübtədası olmur da, cümlənin mübtədası olmur. Gəlin bir cümlə deyək. Məsələn, açıldı feilin götürsək əgər, bu feili həm qayıdışda, həm də məchulda işlədə bilərəm. Gəlin baxaq. Kök və şəkilçi ayırıram. Cümlədə birinci işlədim. Məsələn, deyirəm ki, qapı açıldı. Bir də var deyirəm ki, gül açıldı. Qapı açıldı məchul növdədir. Niyə? Açmaq sözün kökü ıl leksik, d da qrammatik. Qayıdış növün məchuldan fərqi odur ki, qayıdış növdə iş görən işi öz üzərində icra edir və qrammatik cəhətdən iş görən məlum olur adətən. Yəni çox zaman məlum olur. Amma məchul növdə iş görən qrammatik cəhətdən məlum olmur. İş görən, yəni cümlənin mübtədası olmur məchul növdə. Obyekt adətən cümlənin mübtədası olur. Yəni üzərində iş görülən. Gəlin baxaq indi. Bax, qapı açıldı. İş görənim bilirəm kimdir? Yox. Düz deyil, bilmirəm. Amma üzərində iş görülənim nədir? Qapı. Qapı nə? Qapı cümlənin mübtədası oldu? Oldu. Açıldı. Yəni o qapını kimsə açdı da hər halda. Hər halda kimsə açır onu. Bu olacaq məchul növdə.
İndi bu birisinə baxın. Gül açıldı. Yenə eyni şəkilçidir, eyni sözdür, amma burada olacaq qayıdış növ. Niyə? Çünki iş görənim burada güldür. Gül insan gül yox ha, insan adı kimi demirəm mən bunu xüsusi isim kimi yox, elə düşünməyin. Burada gül bildiyimiz çiçək var, o. Gül, çiçək açılır. Hər halda gedib biz onun ləçəklərini dartıb qopardıb özümüz açmırıq da, düz deyil. Öz-özünə açılır. Yəni təbiətdə bu proses öz-özünə gedir. Və yaxud məsələn, duman çəkildi deyirəm misal üçün. Dumanı gedib mən çəkmirəm ki, hər halda, düz deyil. Duman öz-özünə çəkilir. İş öz üzərində gedir. Yəni iş görənim dumandır, olur cümlənin mübtədası və bu olacaq qayıdış növ. Qayıdış. Amma bu çəkildini eyni ilə ikinci formada işlətsəm, məsələn, belə işlədəcəm. Məsələn, divara rəsm çəkildi, məsələn. Çəkildi, çəkməkdən çəkilmək, çəkildi. Bax, burada iş görənin bilmirəm də kimdir. Kimsə çəkib, hansısa bir rəssam ya da sıravi bir vətəndaş çəkib, kim eləyib bilmirəm. Amma burada mübtədan var da, düz deyil. Hər ikisində mübtəda olur. Mübtədanı elə olur, bəzən bərpa edirsən, o söz yox. Sadəcə olaraq məsələ nədir? Mübtəda əgər iş görənim olursa və şəkilçi yerindədirsə, mən bunu qayıdış götürəcəm. Təbii ki, mənaya da baxmalıyıq da, görək işi özlərində icra edir. Mübtədam varsa, amma o mübtədam iş görən deyilsə, cümlənin obyektidirsə, yəni hərəkətin obyektidirsə və iş görənim orada məlum deyilsə, şəkilçi yerindədirsə, mən bunu təbii ki, məchul götürəcəm. Divara rəsm çəkildi, mən bilmirəm axı onu kim çəkib. Yəni buradakı önəmli fərq, önəmli məqam budur. Yəni ciddi bir fərq yoxdur. İndi məsələn, deyirsiniz ki, divara rəsm çəkildi, iş görənimi bərpa edə bilərəm. Bax biz dedik, deməli, məchul növdə qrammatik cəhətdən iş görən məlum olmur. Amma gəlin biz onu gətirək cümləyə. Məsələn, elə eyni cümləni deyirəm. Divara Aysun tərəfindən məsələn şəkil çəkildi. Baxın. İndi cümləyə fikir verin. Çəkildi, nə? Şəkil. Aysun tərəfindən, kim tərəfindən? Deməli, subyektimi cümləyə gətirəndə o tamamlıq kimi gəlir cümləyə. Mübtəda kimi gəlmir ki, düz deyil. Ona görə mən burada deyə bilmərəm, qrammatik cəhətdən məlum elədim, məsələn, subyekti. Xeyr, qrammatik cəhətdən məlum olmaq o deməkdir ki, bu iş görənim gəlsin olsun mübtəda. Yəni Aysun mübtəda yerində olsun. Aysun mübtəda yerində olsa, orada feilim ya məlum növ olacaq, ya da qayıdış. Təbii ki, feilimə baxmalıyam. Məsələn, desəm Aysun çəkdi. Burada olacaq təbii ki, məlum növ. Niyə? Çünki xüsusi bir şəkilçi yoxdur. Bir də var deyərəm, məsələn, Aysun atıldı. Məsələn, özü atılır da, özü irəli atılır. Atmaqdan atılmaq. İşi öz üzərində görür, deməli bu da olacaq qayıdış. İş görənin bu hallarda mübtəda olur. Bunu yadda saxlayın. İş görənimi mən, deməli, məchul növdə mübtəda kimi gətirə bilmirəm. Tamamlıq kimi gətirirəm. Burada da divara da mənim digər obyektim olur, təbii olaraq. Görürsünüz, şəkil, mübtəda var. Amma mübtəda nədir? Obyektdir. Ona görə bu olacaq, təbii ki, məchul növ. Bu da belə. Gəlirəm şəxsiz növə. Şəxsiz növdə isə, yəni şəxsiz növ feillər olan cümlələrdə mübtəda olmur. Olmur və bərpası da mümkün deyil. Bax, məchulda gördünüz ki, mübtəda olmur, amma yəni daha doğrusu mübtəda olur, amma mübtəda iş görən olmur. İşin obyekti olur, subyekt olmur. Məsələn, necə dedik? Qapı açıldı. Qapı mübtədadır, amma qapı işin subyekti yox, obyektidir. Amma baxın, şəxsiz növdə cümlənin mübtədası olmur və onu bərpa etmək mümkün deyil. Yəni, demirəm, iş görəni bərpa edə bilmirik. İş görəni bərpa edə bilərsən bəlkə də, amma mübtədanı qoya bilməzsən, mümkün deyil. Məsələn, burada da çünki eyni şəkilçi ilə yaranır feillər. Məsələn, bax, əhəmiyyət verilmək. Bax, bu şəxsizdədir. Çünki bunu cümlədə işlətsən,
yəni mübtəda qoya bilməzsən bunun olduğu cümləyə. Mən əhəmiyyət verildim ya da mənə əhəmiyyət verildi məsələn də bu tip cümlələr qoya bilərsən. Ya da məsələn sözlərinə əhəmiyyət verildi. Sözlərinə deməli əhəmiyyət baxın verildi. Bax görürsüz, mübtəda qoya bilirsiniz bura. Heç cürə siz bura mübtəda qoya bilməzsiniz. Ona görə avtomatik bu ikisini də götürəcəm. Yəni bir feil olaraq götürəcəm. Təbii olaraq yəni şəxssiz feil, şəxssiz növdə olan feil. Ya da məsələn fikir verilmək. Bax. Fikir verilmək. Bax, diqqətli olun ha. Fikir vermək demirəm. Fikir vermək desəm, o olacaq məlum növ. Çünki orada il şəkilçisi yoxdur. Amma fikir verilmək avtomatik o cümləyə siz mübtəda qoya bilməzsiniz. Fikir vermək olsa, mən ona fikir verirdim. Kim mən? Amma burada cümlən necə ola bilər? Mənə fikir verildi maksimum. Məsələn, bir dəqiqə. Mənə, məsələn, fikir, bunu silim. Məsələn, mənə fikir verildi. Baxın, mənə fikir verildi. İndi bax belə. Görürsüz? Burada təbii ki olacaq şəxssiz növ feil. İkisi bir yerdə gedəcək də. Bax, bunların ikisi bir yerdə gedəcək. Burada da belə. Ya da məsələn imkan verilmək. Verildi. Məsələn, danışmağa imkan verildi. Danışmağa nəyə? Görürsüz, heç cürə mübtəda qoya bilməzsiniz bu cümləyə. Demirəm ha, obyekt ya, nə bilim, subyekt, mübtəda olsun, fərqi yoxdur. Ümumiyyətlə, bu cümlələrə, şəxsiz növ feilli olan cümlələrə mübtəda qoya bilməzsiniz. Bax, belə tapasınız ki, bu da şəxsiz növdədir. Əslində, bunu tapmağın ikinci rahat bir yolu var. Düzdür, bu proqramdan çıxarılıb təsirli, təsirsiz feillər. Amma mən sizə bunu yenidə izah eləmək istəyirəm, amma bununla bağlı istəyirəm ayrı bir video çəkim. Yəni ona baxsaz da, baxmasaz da təbii ki o sizə qalıb artıq. Yəni amma tapmağın rahat bir yoldur. Proqramda yoxdur deyə çox vaxt bunu izah eləmirik. Amma bunu sırf bir yol olaraq mən sizə izah eləyəcəm. Aha. Bir də bu şəkilçilər bəzən elə olur ki, bir şəkilçi qayıdışda fərqli olur. Başqa bir şəkilçi ilə eyni feildə başqa şəkildə qayıdış növ ya da məchul növ düzəltmək olur. Bunu indi nümunə ilə beləsi izah edeyim. Məsələn, bax, var deməli döyünmək, sözü döyünmək, bir də var döyülmək. Bax, döyünmək sözü qayıdış növdədir. Niyə? Çünki təbii ki şəkilçi yerindədir, feildən feil yaranıb və məna da yerindədir. Burada da həmçinin. Döyünməyi qayıdış götürəcəm. Qayıdış. Bunu məchul. Niyə? Çünki bax, cümlədə işlətsəm, ürəyim döyündü. Ürəyimi mən döymürəm ki, hər halda öz-özünə döyünür də, düz deyil. Yəni bu öz-özünə baş verən prosesdə. İş öz üzərində görülür. Ona görə olur bu qayıdış. Amma döyüldü. Məsələn, qapı döyüldü. Qapını bura artırsam, qapını kimsə döyür də. Bu mənim obyektim olur, yenə mübtəda. İş görənim bilmirəm kimdir. Gətirsəm də tamamlıq olaraq gətirəcəm. Mübtəda kimi yox, ona görə oldu nə? Məchul növdə. Yadınızda saxlayın. Ümumiyyətlə bu qrammatik növlər üçün, məlumdan başqa digərləri üçün keçərlidir. Yəni 3 önəmli punkt var. Bu 3 punkt da yerindədirsə, artıq sən bilirsən ki, bu filan növdədir. Nəyə fikir verin? Ən birinci baxan kimi şəkilçisinə fikir verin. Ən birinci. Görün bir şəkilçi yerindədirmi? Məsələn, səndən qayıdış istəyir. Sənə də yazır ki, məsələn, qanadlanmaq. Sən də deyirsən ki, hə, quş özü qanadlanır da, öz-özünə eləyir. Tamam, öz-özünə eləyir. Bəs bir sözə bax, bir şəkilçiyə bax, oy bir dəqiqə. Hə, bir şəkilçiyə bax. Gör bir qayıdışın şəkilçisi varmı? Qanadlan məsələn. Qanad kökdür, lan burada təbii ki şəkilçidir. Qayıdışın şəkilçisi amma nə dedik? Inla ıldır. Inla ıl görürsən burada, yox, deməli nəyə atasan? Məlum növə. Ona görə deyirəm, birinci şəkilçiyə fikir verin. 2. Nəyə baxırsınız? Feildən feil düzəlməlidir. Bax, yenə bu nümunədən verəcəm. Bax, qanadlan nədən düzəlib? İsimdən feil düzəlib. Deməli, mən bunu heç vaxt, nə bilim, başqa növlərdə düşünə bilmərəm də, məlumdan başqa. Çünki birinci şəkilçisi yoxdur. İkincisi də feildən feil yaranmayıb. Heç vaxt digər növlərdə ola bilməz. Ancaq məlum da olacaq bu. Sonra,
Üçüncü olaraq da mənaya fikir verin. Bax, bunu mütləq qeyd kimi götürün. Baxın, mütləq deyirəm. Hətta belə yazım. Daha gözə çarpan olsun. Oy, qeyd. Qeyd götürün. Bax, bunu qeyd götürün. Şəkilçi, deməli, feildən feil yaranması, bir də məna. Bu üç şey üst-üstə düşməsə, avtomatik nəyə tullayasınız? O dəqiqə atasınız məlum növə. Bunu da belə yazın. Məlum. Baxın, bir feildə bu 3 punktun üçü də üst-üstə düşmürsə, götürəsiniz onu məlum növ. Bu da sizə ən rahat qayda olsun. Aha. Baxaq, məsələn, qayıdış növü 1-2 nümunə deyim. Misal üçün, deyək, geyinmək, soyunmaq. Bunlar düşür. Test, geyinmək, soyunmaq. Bunlar sayılacaq qayıdış növdə. Geyməkdən, geymək feilidir. Məsələn, paltarı geymək, geyməkdən geyinmək olur, soymaqdan soyunmaq olur. Bəzən bunu soymaqdan soyumaq deyirlər. Soyumaq başqa şeydir, soyunmaq başqa şeydir. Ona görə burada proses öz üzərində gedirdi, işi öz üzərində icra edir deyə iş görən subyekt olur. Bunlar qayıdış növ. Bu belə. Sonra bəzi feillərdən, məsələn, nə deyək? Aha, yoxlanılmaq feili var, başlanılmaq feili var, saxlanılmaq feili var. Baxın, bunlar sayılır təbii olaraq məchul növdə. Bax, məsələn, deyirəm ki, imtahan yoxlanıldı. İmtahan, məsələn, testi yoxlanıldı. Test kimsə tərəfindən yoxlanılır da. Sözün kökü yoxlamaqdır, yoxlanmaq. Burada n-nı bəzən bitişdirici kimi götürür şagirdlər. Qətiyyən. Yoxlamaqdan yoxlanmaq. Baxın, leksik şəkilçini necə ayırd edirik? Feilin quruluşca növlərində də izah eləmişdim mən bunu. Burada da deyirəm. Əgər şəkilçidən sonra maq artıra bilirsinizsə, amma bu ancaq feil üçün keçərlidir, ha. Artıra bilirsinizsə, həmin şəkilçi leksikdir. Bax, yoxlanmaq, sonra yoxlanılmaq, yoxlanıldımaq olur. Yox, deməli bu nədir? Qrammatik. Bu qədər sadə. Bu olacaq təbii ki, görürsünüz, feildən feildir, yoxlanmaqdan yoxlanılmaq. 2 leksik şəkilçi olanda həmişə o 2 leksik şəkilçiyə baxın. Onun birincisindən ikincisi yaranır. Deməli, yoxlanmaqdan yoxlanılmaq. Amma bir dənə leksik olanda kökə baxın. Kökdən feil yaranmış olur ya da hansısa bir nitq hissəsi. Bu belə. Bu olacaq məchul növ. Ya da saxlanılmaq. Məsələn, bax, saxlamaq, saxlanmaq, saxlanılmaq, saxlanıldı. Məsələn, deyirəm ki, quş qəfəsdə saxlanıldı. Kimsə tərəfindən olur, məchul. Bir də bəzi feillər var ki, bu qarşılıq yaradır. Nədir bu? Bax, daşlaşmaqdır. Bir də var, məsələn, ayaqlaşmaqdır. Ayaqlaşmaq. Bax, burada nəyə diqqət yetirin? Daşlaşmaq sözün əgər verirsə, qəlbim daşlaşdı anlamında. Qəlbim hər halda nəyəsə daş atmayacaq da, düz deyil. Daşdan olacaq daşlaşmaq, laşı parçalamayacaq. Quruluşca növlər videosunda baxa bilərsiniz. Bu haqda izah vermişəm. Daşlamaqdan daşlaşmaq olmur. Məna yaxınlığı yoxdur. Deməli, bunu nə götürəcəm? Məlum. Bu belə. Ayaqlaşmaq sözünə baxın. Ayaq sözün köküdür. Ayaqlamaqdan ayaqlaşmaq ola bilməz. Çünki əzmə ilə uyğunlaşmaq arasında əlaqə yoxdur. Bu da gedir. Laş bütöv. Bu da olacaq məlum. İndi buna baxın. Sulanmaq. Deyirəm ki, meyvə sulandı. Məsələn, cümlədə belə işlədirəm. Meyvəni mən sulamıram ki, meyvə özü sulanır da. Yəni, belə deyim sizə, belə deyək də, yetişdi anlamında. Yetişdi yəni. Bu şəkildə təbii ki, nə olacaq? Məlum. Digərlərinin belə bir şəkilçisi yoxdur da. Sonra, biri də ola bilər, sulanmağı belə verər sizə. Məsələn, bax. Ya da bağça, məsələn, sulandı. Aha, deməli, bağçanı kimsə sulayır da, düz deyil. Sudan sulamaq, sulamaqdan sulanmaq. Deməli, burada işi kimsə görür. Olacaq nə? Məchul. Bu qədər sadə. Baxın, bu qədər sadə. Bir dənə daşlaşmaqda bir məqam var. Onu qarşılıq növ izah edeyim, onda daha aydın deyəcəm sizə. Gəldik qarşılıq birgəlik növ.
Bu feillərdə hərəkət iki ya da daha çox insan tərəfindən, ya da belə deyim də, insan yox, subyekt tərəfindən, yəni iş görən tərəfindən icra olunur. Qarşılıqda təbii ki, qarşı-qarşıya, birgəlikdə də birgə formada icra olunur. Yəni bunları bəzən sizə testdə bir yerdə soruşur. Deyir qarşılıq birgəlik növ feili tapın. Bəzən də ayrı-ayrı soruşur. Deyir qarşılıq növ feili tapın ya birgəlik növ feili tapın. Amma çox vaxt bir yerdə verir. Gəlin baxaq. İkisində də şəkilçi təbii olaraq ış, iş, uş, üşdür, leksikdir. Məsələn, belə deyək, salamlaşmaq. Baxın, salamlaşmaq. Yəni, bu əslində qarşılıq növ gedir tam olaraq. Birgəlik deyil. Salamdan salamlamaq və salamlaşmaq. Yəni, mən qarşı-qarşıya salamlaşıram da. Məna gördüm, yerindədir. Bir punktum yerindədir. İkinci punktum şəkilçidir. Çünki biz bəzən demişdik də, bunların saytı düşə bilir. Iş, bəzən də ş kimi verilə bilir. Şəkilçi də yerindədir. Və üçüncü punkt nədir? Feildən feil yaranma. Ladan ş yaranıb da, yəni salamladan salamlaşmaq. İki leksik olanda birincisinə dedim, baxın. Birincidən ikinci yaranıb. Yəni son ikisinə baxın. Bu da yerindədir. Hə, deməli nə problem var? Qarşılıq növdədir. Birgəliyə bax. Məsələn, quzular, məsələn, cümlə daxilində verim, mələşdi. Quzular mələşdi. Mələmək kök, ş leksik, di də təbii ki, qrammatik. Nə olacaq? Bu da olacaq birgəlik növ. Mələməkdən mələşmək. Deməli, feildən feil yaranıb mələmək feilindən. Bu yerindədir. Şəkilçim yerindədir və məna da yerindədir. Yəni, iş bir yerdə, proses birgə icra olunur. Hə, deməli, nə olacaq? Birgəlik növ. Bu da bu qədər sadədir. Diqqətli olmaq lazımdır. Amma bunun da istisna məqamı var. Məsələn, bax, gəzişmək. Hə, iş şəkilçisini o dəqiqə görüb üstünə hoppamaq lazım deyil ki, hə, bu o dəqiqə qarşılıq növdür. Xeyr, hardan qarşılıqdır? Bir artıq baxaq, bir kök və şəkilçiyə ayıraq, gəzməkdən gəzişmək, tamam, feildən feil, razı. Sonra şəkilçi yerində razı. Bəs məna, gəzişməkdə birgə gəzişirəm, ya təkbaş, ya qarşı-qarşıya. Qarşı-qarşıya olmur, birgə də olmur. Tək başına gəzişə bilirəm də. Yəni, mən özüm gəzişə bilmirəm tək başıma, gəzişə bilirəm də, bir yerdə də eləyə bilirəm, düzdür, məsələn, biz gəzişdik. Amma bunu tək də eləyə bilirəm də. Tək də eləyə bilirəmsə, deməli, bu gedəcək nəyə? Bu gedəcək, yəni üçüncü uyğun deyil əksinə. Üçüncüyə bir dənə x qoyaq. Üçüncü uyğun deyil, deməli, bu gedəcək nəyə? Məluma. Bir punktu belə uyğun olmasa, gedəcək məlum növ. Elə bir adxodları belə başa düşək də, atırıq məlum növün üstünə. Bu belə. Və yaxud, məsələn, nə verə bilərik sizə? Məsələn, güləşmək. Gəlin, baxaq güləşmək sözünə. Güləşməkdə, baxın, güləşmək sözündə kök və şəkilçi ayıranda görürük ki, sözün kökü güləşdir. Yəni, güldən güləşmək olmur. Ya gülmək sözü, ya da gül çiçək anlamında olsun. Fərq etməz. Yəni, o güllä güləş arasında əlaqə yoxdur. Deməli, güləş sözün köküdür. Sadə söz olduğuna görə də təbii olaraq biz bunu məlum növdə götürəcəyik. Yəni, şəkilçisi yoxdur heç bunun ilkin olaraq. Baxın, indi fikir verin. Qarşılıq növə aid bir nümunə yazmışam. Yazışmaq feilli şəxslər üzrə dəyişmişəm. Mən yazışıram. Baxın, kök və şəkilçi ayıraq. Yazmaq, yazışmaq, indiki zaman amda şəxs sonluğu. Çünki yazışmaq deyirəm, amma yazışırmaq demirəm. Deməli, bu qrammatik, bu leksikdir. Bu belə, bunlarda da yazış, deməli, ırsan, yazış, Görürsünüz, şəxs sonluğu yoxdur burada. O yazışır. Aha. Sonra biz yazışırıq, siz yazışırsınız, onlar yazışırlar. Burada da belə. Gördüyünüz kimi. Bir dənə gördük ki, deməli, üçüncü şəxsin təkində şəxs sonluğunu qəbul etmir. Amma birinci şəxs, ikinci şəxs, üçün cəmində də şəxs sonluğu yerindədir, qarşılıqda. Bu qarşılıqlı olan bir prosesdə, ona görə qarşılıq növ götürürəm. Bir də baxın, birgəlik növə. Birgəlik növə aiddə bir feil götürdüm. Məsələn, gülüşmək feilidir. Gülüşmək feilinə baxın. Bunu mən gülüşdüm deyə bilmərik də, düz deyil. Çünki məsələ budur ki, qarşılıq növ feillər bütün şəxslər üzrə, yəni təki cəmi fərq etməz. Şəxs şəkilçilərini qəbul etdiyi halda birgəlik növ feillər birinci, ikinci, üçüncü şəxslərin
Ancaq cəm şəkilçilərini qəbul eləyirlər. Yəni cəmində şəkilçini qəbul eləyirlər də. Mən gülüşdüm deyə bilmərəm axı, ya da sən gülüşdün deyə bilmərik. Çünki mən, sən, o təkliyi bildirir də, yəni tək adamı bildirir. Amma birgəlik növdə nə deyirik? Prosesdə çoxluq var. Yəni iki adamdan daha çox adam var. Birgə olur. Mən gülüşdüm axı mən təkəm. Tək başıma necə tək başıma bu prosesi icra eləyim? Çoxluq olmalı da axı birgəlik olsun. Ona görə bunlarda ancaq birinci, ikinci, üçüncü şəxsin təkləri yox, nəyi üzrə? Cəmi üzrə şəkilçiləri qəbul edir. Deməli, kök və şəkilçiyə ayıraq. Gülüşmək, gülüşdünüz. Dü burada bilirsiniz keçmiş zamandır. Şudi keçmiş. Gülüş, deməli, biz gülüşdük olmalıdır. Hə, burada səhvlik olub, deyirəm də. Gülüşdük, bir dəqiqə. Aha, bir dəqiqə. Biz gülüşdük. Ay, bunu bir dənə silim. Aha. Deməli. Biz gülüşdük. Dü ayrı olacaq, ki ayrı olacaq. Deməli, siz gülüşdünüz, bu belə. Onlar gülüşdülər. Burada da belə olacaq, yəni. Bu şəkildə. Deməli, tək yox, cəmi üzrə şəkilçini qəbul edirlər. İcbar növə gəlincə isə, icbar növün şəkilçisi dırdır, durdur və tı şəkilçisidir. Leksik şəkilçilərdir. Bunun məsələsi nədir? Bunun qayəsi nədir? Deməli, burada işi, hadisəni danışan və ya haqqında danışılan yox, bir başqası icra edir. Bax, elə düşünün ki, elə bir burada bir buyuran var. Məsələn, evdə adam həmişə kimsə buyurur da, bir buyuran var. Bir də o buyruğa əməl eləyən var. Həmişə o iki insan var da burada, icbar növdə. Elə bir danışan adam işi görmür, kiməsə elətdirir. Və bu kiməsə elətdirirsə, həmin adam da eləmirsə, o da bir başqasını elətdirirsə, hə, burada tı şəkilçisinə biz ehtiyac duyuruq. Burada deyirik iki qat icbar. İndi mən sizə bunu nümunə ilə deyim. Mən yazdırdım. Yazmaq kök, dır leksik, d qrammatik, m qrammatik. Burada da eyni ilə yazdırdığını o yazdırdı. Biz yazdırdık, ayrı olacaq. Siz yazdırdınız, onlar yazdırdılar. Bu formada olacaq. Gördüyünüz kimi bir dənə burada üçüncü şəxsin təkində yenə şəxs onluğu olmadı. Bu bir qat icbardır. Yəni görürsüz ki, işi mən eləmirəm də, mən yazmıram. Kiməsə yazdırıram. Məsələn, bir ərizəm var, nə bilim, bir deyək ki, nəsə dissertasiyam var misal üçün, kiməsə yazdırıram, özüm eləmirəm. Burada icbar növ buna deyilir. İki qat icbarda necə yarana bilər? Məsələn, yazdırdım olmasın, olsun belə. Bunu bir dənəsində göstərəcəm nümunə, bir də bütün şəxslərdə yox. Yazdırdım. Baxın, bu da, yəni birinci şəxsin təkinə aiddir. Yazmaq olur kök, daha aydın belə. Yazmaq olur kök deməli. Yazdırmaq, yazdırtmaq, d ayrı, m ayrı. Burada artıq yazdırmaq da icbarda öz yerində. Yazdırtmaq da, bu da icbarı yaradır. Yəni iki qat icbar deyirik buna. Yəni işi mənim dediyim adam yox, bir başqa adam görür. Mən elə bir kiməsə deyirəm get yaz, o yazmır, o da bir başqasını elətdirir. Burada iki qat icbar yaranır. Yazdırtdım. Bu şəkildə yəni. Təbii ki, elə hər dır-tı şəkilçisini gördüyümüz halda elə icbar götürməyəcəyik. Təbii ki, yəni sözün mənasına baxmalıyıq. Bayaq dediyim 3 punkt. Yəni şəkilçi olmalıdır, feildən feil, bir də məzmun yerində olmalıdır. Məsələn, söndürdüm sözünə gəlin baxaq. Hə, şəkilçi deyərsiniz ki, yerindədir də. Niyə mən bunu icbar götürməyim, elə düşünərsiniz. Amma xeyr. Baxın, sönmək kök, söndürmək, söndürdümü? Bəli, ayırdım, hə. Feildən feil yaranıb, hə, sönməkdən söndürmək. Şəkilçi dırdır, durdur yerindədir, icbarın. Hə, o dedi icbar götürüm. Yox, bax gör, orada icbarlıq bir məna varmı? Söndürdüm, işi mən eləyirəm də. Mən gedirəm, söndürürəm, mən yandırıram. İşi mən görürəm. Deməli, dırdır, durdur. İcbar funksiyasını yerinə yetirmirsə nə olur? Bu vaxt olur artıq məlum növ. Dediyim kimi 3 punkt var idi. Şəkilçi idi, məzmun idi, feildən feil yaranma. Əgər bu 3 punktdan biri yerində deyilsə, o dəqiqə atırıq məlum növün üstünə. Çox da başımızı, yəni xarab eləməyə ehtiyac yoxdur. Və yaxud gəlin başqa bir nümunəyə baxaq tı şəkilçisi ilə. Boşaltdım. Bax, boşdan boşalmaq, boşaltmaq, d ayrı, m ayrı. Hə,
T şəkilçisini görüb bu dəqiqə icbar deməyəcəm. Bir mənaya baxaq. Hə, feildən feildir, bəli, boşalmaqdan boşaltmaq. Amma axı o mənanı vermir. İcbarda mən bu işi kiməsə elətdirməliyəm. Mən eləməli deyiləm. Axı biz nə dedik? Dedik ki, işi danışan ya da haqqında danışılan yox, bir başqası eləyir. Deməli, axı burada mən eləyirəm? Mən boşaldıram. Ya da məsələn doldurdum, mən doldururam. Mən bunları icbar götürməyəcəm. Mənə uymur deyə, deməli, mənə uymur deyə deyəcəm nədir? Məlum növ. Bax, məlum növ bu şəkildə yaranır. Ona görə deyirdim, o biri növlərlə müqayisədə məlumu daha tez öyrənəsiniz. Bayaq, bilmirəm, daşlaşmaq sözünü dedim ya yox, onu izah eləyəcəkdim sizə. Daşlaşmaq sözündə məlum növdə dedim. Burada bir daha deyim. Baxın, daşlaşmağı iki mənada başa düşə bilərik. Əgər qəlbim daşlaşıb deyirsə, bura qəlbim yazım ki, aydın olsun sizə. Deməli, qəlbim daşlaşıb desə, bu formada olacaq deməli. Daş sözün kökü, laş belə, maqda belə, yəni bu formada da belə deyim. Belə olacaq. Onda mən bunu götürəcəm, laş şəkilçim yoxdur deyə, başqa qrammatik məna növlərdə götürəcəm məluma. Amma, məsələn, uşaqlarla daşlaşdıq. Məsələn, bura uşaqlarla yazım. Uşaqlarla daşlaşmaq. Yəni, daş atdıq bir-birimizə. Bu formada olsa necə götürəcəm? Baxın, deməli, burada da olsa, bunu belə şey deyək, balcalaşdırım. Aha, bax, bunu silim. Qarşı-qarşıya iş görülür də. O şəkildə də, baxın, belə götürəcəm, bax. Daş sözün kökü, daşlamaq, daşlaşmaq. Gördünüz, bax, bu formada. 2 dənə leksik olacaq. Bu vaxt olacaq qarşılıq. Çünki qarşı-qarşıya işi görürəm. Bu şəkildə olacaq. Yenə silim, yəni anlaşılmazlıq olmasın. Bu formada biz bunları öyrənəcəyik. Yəni gördüyünüz kimi o qədər də çətin bir məsələ yoxdur. Sadəcə olaraq biraz diqqət yetirmək lazımdır. Sözün mənasına fikir vermək lazımdır. Yəni çox da çətin deyil. Və yaxud gəlin baxaq. Məsələn, güldürmək feilinə. Güldürmək. İşi kim görür? Mən görürəm də, düz deyil, mən güldürürəm. Deməli, nə olacaq? İşi əgər mən görürəmsə, yəni dur, icbar funksiyasını yerinə yetirmirsə, olacaq məlum. Bu qədər sadə. Nə var ki burada? Aha, bu feillər də bəzən uşaqların qarışdırdığı feillər olur, növünü ayırt edə bilmirlər. Baxın, yığmaqdan yığışmaq. Mən qarşı-qarşıya yığışmıram da, düz deyil. Yəni tək başına da olmur daha çox, birgə olan bir prosesdir. Deməli, bunu götürəcəm birgəlik növ. Çünki bəzən ayrı sual verirlər ki, qarşılıqdır yoxsa birgəlik, ona görə. Toplaşmaqda da topdan toplamaq, toplaşmaq, bu şəkildə bunda birgəlik götürəcəm. Deməli, baxışmağa gəlincə, baxmaqdan baxışmaq. Bu artıq nə olacaq? Qarşılıqlı bir proses olduğuna görə qarşılıq növ olacaq. Yəni, əsasən artıq məndən bu qədər. Yəni, demək olar, əsas məsələləri sizə izah eləməyə çalışdım. Yəni, çox da uzun çəkmək istəmirəm ki, yorulmayasınız, tez zamanda baxıb öyrənəsiniz və də nəsə bir problem, sual meydana çıxarsa, nəsə bir sualınız qalarsa, rəy bölməsində qeyd eləyərsiniz. Mütləq ki, baxacam. Hələlik!